Biz dünyanın fiziki xəritəsidir. Fiziki xəritə dedikdə nəyə başa düşürük? Məlumat olanınız var. Fiziki xəritə. Biri var siyasi xəritə, biri var fiziki xəritə. Afərin. Fiziki deyəndə nəyə başa düşürük biz? Yox, tək Azərbaycan deyil. Ümumiyyətlə burada dünya təsviri verilib. Dünya xəritəsidir. Azərbaycan fiziki xəritəsi də var. Dünyanın da fiziki xəritəsi. Bu gördüyümüz dünya fiziki xəritəsidir. Fiziki xəritə deyəndə biz çayları, gölləri, dağları, dənizləri, okeanları, daha çox relyefi başa düşəcəyik biz fiziki xəritə deyəndə. Burada fiziki xəritə təsvir olunub. Gördüyünüz xəritəmiz fiziki xəritədir. Yəqin ki, materiklərdən anlayışınız var da, materiklər. Neçə materikimiz var? 6 materikimiz var. Materiklər deyəndə, məsəl üçün, narahat olmayın, problem deyil. Yəni, bilməmək, öyrənməyə gəlirik də zaten. Sadəcə görüm hansı biliyə sahibiyik, nə bilirik, necə bilirik. Materiklərimiz, bu gördüyümüz Avrasiya materikidir. Afrika materikidir, Şimali Amerika, Cənubi Amerika, Antarktida və Avstraliya materiki. 6 materiki qeyd elədik. Bundan əlavə burada göstərilən okeanlarda qeyd edeyim sizin üçün. Sakit okeandır və burada verilib. Bir də bu hissədə qeyd olunub, Sakit okean. Sonra Atlantik okeanı verilib, Hind okeanıdır. Şimal buzlu okean bu hissədə, Şimal buzlu okean. Və əlavə bir dənə də okeanımız var. Yəqin ki, dəstəklərdən məlumatınız var. 2021-ci ildən Cənub okeanı adlandırılan okean da var. Bu hissədə yerləşir. Cənub okeanı, yəqin ki, eşitmişsiniz Cənub okeanı. Cənub okeanı düzdür, belə deyək də, indiyəcən tədris olunmurdu. 2021-ci ildən elə qəbul edilib ki, əlavə bir okean yaradılsın. Həmin okean digər okeanlardan, məsəl üçün, bu gördüyünüz Sakit okeanın cənub hissəsini götürüblər. Cənub hissə bilirsiniz də, yəqin ki, haradır. Aşağıya biz cənub deyəcəyik, yuxarıya şimal deyirik, sağ tərəfə şərq deyirik, sol tərəf qərb. Məsəl üçün, bu biraz belə deyək də, nisbi anlayışdır. O demək deyil ki, bunların hamısı şərqdir, bunların hamısı qərbdir deyə bir məqam da yoxdur. Hər bir məntəqə digərinə nəzərən sağdadırsa şərqdədir. Məsələn, biz Hindistan yarımadası və Ərəbistan yarımadasıdır burada. Hindistan və Ərəbistan yarımadası burada qeyd olunub. Biz belə deyərik, hər ikisi ümumilikdə şərq yarımkürəsində yerləşir. Şərq yarımkürəsi deyəndə Qrinviçdən sağı başa düşürük. Qrinviç meridianı deyilən meridianımız var. Yəqin ki, eşitmişsiniz. Qrinviç meridianı 0 dərəcəli meridiandır. Anlayışınız yoxdur Qrinviçdən falan, ekvator belə. Onlar bilsiz əladır. Çox gözəl. Qrinviç meridianından sağda yerləşən hissə şərq yarımkürəsidir, solda qərb yarımkürəsidir. Ekvator xəttindən yuxarıda yerləşən hissəyə şimal, aşağıya cənub deyəcəyik. Sadəcə, məsəl üçün, belə bir məqama diqqət eləmək istəyirəm ki, Hindistan yarımadasıdır, Ərəbistan yarımadasıdır. Hindistan Ərəbistanla müqayisə edəndə daha şərqdə yerləşir. Ərəbistan Hindistan nəzərən qərbdə yerləşir. Hər ikisi Qrinviçdən sağdadır. Bu öz yerində şərq yarımkürəsidir. Sadəcə bir nöqtənin, bir yerin, ərazinin digərinə nəzərən sağda yerləşməsi onun şərqdə, solda yerləşməsi qərbdə olması deməkdir. Bunu belə başa düşürük. Materikləri dedik. Qeyd elədik materikləri okeanlardan. Bildik okeanlarımız hansılardır? Deməli, Sakit okeandır, Atlantik okeandır, Hind okeanıdır, Şimal buzlu və sonuncu Cənub okeanıdır. Materikin ətrafında 60 dərəcə cənub enliyi ilə, bu gördüyümüz 60 dərəcə cənub enliyi və bu xəttimizlə aşağıda yerləşən bu hissəmiz Cənub okeanı adlanır. Belə. Azərbaycan da bildiyiniz kimi burada yerləşir. Yəqin ki, Azərbaycanın yerini bilirsiniz. Biz daha ətraflı məşğul olacağıq bunlarla. Sadəcə ötəri olaraq məlumat vermək istəyirəm. Tarixdən də bizə məlumdur ki, ilk olaraq insanlara məlum olan quru parçaları, bilirsiniz yəqin hansı quru parçaları insanlara daha öncə məlum idi. Avrasiya materikidir, Cənub-Qərbi Asiya nəzərdə tutulub. Sonra Avropa qitəsidir, cənub hissəsi nəzərdə tutulacaq. Afrika materikidir, şimal hissəsi nəzərdə tutulacaq. Bu ərazilər insanlara daha öncə məlum idi. Digər materiklər Şimali, Cənubi Amerika, Avstraliya materikidir, Antarktida sonradan kəşf olunub. Maraqlı bir məqam var ki, biz yəqin ki, materiklərin kəşfi ilə bağlı bir məlumatınız var. Yoxdursa da demək istəyərdim ki, deməli, orta əsrlər dövründə İspanlar, Portuqallar dəniz nəqliyyatında, gəmiçilikdə daha öndə idilər. Onun üçün də bu ölkənin, belə deyək, səyyahları gəmidən istifadə edərək yeni ərazilər kəşf etmək istədilər. Ondan əlavə İspaniya, Portuqaliya orta əsrlər dövründə Hindistanda məsəl üçün müxtəlif təbii belə deyək məmulatlar olub ki, ədviyyatıdır, qızılıdır, digər sərvətlər mövcud olub Hindistanda içində. Tacirlər belə deyək piyada yolla, dəvədən istifadə ediblər, atdan istifadə ediblər, gəlib bu ərazilərdən ticarət edirdilər. Amma onlara məlum idi ki, zaten Avropaya məlum idi ki, belə bir ərazi var. Sadəcə
İndiki dövrdəki kimi təyyarədir, qatardır, dəmir yolu olmayıb deyənə insanlar fikirləşirdilər ki, yer kürə şəklində məlumdur insanlara. Biz Hindistana getmək üçün quru yolla istifadə etmək bizə uzun müddətə başa gəlir. Daha qısa yol, daha rahat yol axtarırdılar. Bu niyyətlə İspaniya səyyahları, Portuqal səyyahları su yolu ilə hərəkətə keçirmək istədilər ki, su yolu ilə hərəkət edib dünyada kürədir, məlumdur insanlara eradan əvvəl 5-ci əsrdən insanlara məlumdur ki, yer kürə şəklindədir. Və bu gördüyünüz kürə şəklindədirsə əgər yer kürəsi, biz onu burada da göstərə bilərik. Bir dəqiqə, İspaniya, Portuqaliya buradadır. Fikirləşirdilər ki, səyyahlar ki, əgər yer kürə şəklindədirsə, biz buradan bu istiqamətə hərəkət eləyərək gəlib buradan Hindistan çata bilərik. Zaten biz bilirik ki, kürə şəklindədir. Bir istiqamətdə gedərək kürənin digər tərəfindən gələ bilərik su yolu ilə. Daha asan olacaq bizim üçün. Hindistana çatmaq üçün İspaniyadan, Portuqaliyadan hərəkət eləmək bu qaydada və kürənin digər hissəsindən gəlmək daha asan da olacaq. Belə bir məqam düşünürdülər, haqlıydılar və o niyyətlə səyyahlar belə deyək, səyahət elədilər. Buradan irəliləyərək gəldilər. Christopher Columb bilirsiniz 1492-ci ildə İspaniyadan səyahətə çıxır və irəliləyirlər. Qərbə doğru hərəkət edirlər. Gəlirlər burada Baham adaları deyilən adalar var. Bu gördüyünüz hissələri Baham adalarına çatırlar. Bunların axtardığı Hindistan idi. Gəlib belə bura çatırlar. Fikirləşir ki, Columb bura Hindistan deyil. Mən buranı axtardım. Qabağıma buru çıxdısa, demək ki, Hindistan budur. Buranın adaları adlandırılır West Ind adaları, Qərbi Hindistan adaları və elə hesab edir ki, Hindistana gəldi. Məlum ora deyildi. Sadəcə elə hesab edirdi və demişdi ki, İspan kralını elə məlumatlandırıb ki, mən gedib oradan qızıl gətirəcəm, sərvət gətirəcəm. O da onun müqabilində ona gəmi verib, heyət verib. Heyətlə gəlib bir dəfə, iki dəfə əliboş qayıdır geri. Ondan sonra deyirlər ki, sən bizi aldatdın, belə bir təəssürat yaradır. Amma məlum deyildi ki, onlara biz daha böyük bir şey eləmişik, qızıldan daha dəyərli bir, belə deyək, nailiyyət əldə eləmişik ki, o da yeni torpaqlar kəşf eləmək olur. Sonradan o Amerigo Vespucci bildi ki, fikrini əsaslandırdı ki, bizim getdiyimiz yeni ərazilər, bu getdiyimiz Hindistan adlandırdığımız ərazi bizə məlum olmayan yeni bir ərazidir. Bu fikri irəli sürdü və isbatladı. Ona görə də bu qitəni adlandırdılar Amerika qitəsi, Amerigo Vespucci adına. Sonradan daha sonra Hindistana Vasco da Gama dəniz yolunu buradan kəşf edib. Ferla Magellan dünya səyahəti var. Yəni çox danışmaq istəmirəm o barədə. Dünya səyahəti bu istiqamətdə irəliləyərək Ferla Magellan deməli İspaniyadan hərəkətə başlayıb buradan gəlir. Magellan boğazı deyilən boğaz var bu hissədə. Magellan boğazından keçir. Magellan adını veriblər. Sakit okeana hərəkət eləyərək yer kürə şəklindədir deyənə bu istiqamətdən belə hərəkət eləyib gəlib buradan geri qayıtmağa Magellan nail oldu. Buradan keçdi. Kürə şəklindədir, nəzərə alın. Yəni müstəvidir bu, müstəvi təsviridir. Kürəni biz burada açıb göstəririk. Buradan gələrək Filippin adalarında Magellan həlak olur. Daha sonra səyahət davam edərək gəlir, təkrar qayıdır və sübut edir ki, biri var nəzəri cəhətdən deyilə ki, yer kürə şəklindədir. Biri də var praktiki olaraq, yəni özü o hərəkət eləyərək bunu sübut edir ki, mən bu tərəfə getdim, qərbə getdim, amma şərqdən gəlib həmin yerə çatdım. Demək ki, kürə şəklindədir. Bu belə. Daha sonra Antarktida kəşf olundu 1800-cü illərdə. Avstraliya kəşf olundu 1600-cü illərdə səyyahlar Avstraliyaya səyahət edilər. Sonraki bu ərazilər sonradan insanlara məlum olur. Belə. Yəni yer kürəsinin kəşfi ilə bağlı, xəritə ilə bağlı bunu deyə bilərəm sizə. Daha sonra istəyirəm ki, biz ilk mövzularımızdan biri miqyasdır. İstəyirəm ki, miqyasa toxunaq görək. Miqyas yəqin ki, eşitmişsiniz. Riyaziyyatdan da məlumatınız var ki, miqyas nə olan şeydir. Kimin məlumatı var miqyasla bağlı? Bir bölünsün, aha, nəsə demək istəyirsiniz. 1 bölünsün 10.000, əla. Çox gözəl. Siz dediyinizi yazıram. 1 bölünsün 10.000. Aha. Siz bundan nə başa düşmürsünüz? Yəni nə bilirsiniz? Bu nə deməkdir? Nə mənaya gəlir? 1 bölünsün 10.000 nə olan şeydir sizcə? 1 bölünsün o deməkdir ki, düzdür. Burada faktiki olaraq bölünmə işarəsi var. Sizinlə razıyam. Amma biz bunu coğrafiyada 1 bölünsün kimi oxumayacağıq. Biri nisbəti deyəcəyik. Biri nisbəti 10.000. Miqyasımız belədir. Biz miqyas deyəndə nəyə başa düşürük? Miqyas nə olan şeydir? İstəyirəm ona bir də təkrar qayıdaq. Xəritə üzərində göstərim sizə.
Məsələn, bu dünyanın xəritəsidir gördüyünüz, dünyanın fiziki xəritəsidir. Hər bir xəritənin ya sağ küncündə, sol küncündə yuxarıları da verilə bilər, fərq eləməz, küncləri də verilir adətən. Miqyası qeyd olunur. Bax, bu miqyasdır burada göstərilən. Yazır ki, 1000 kilometr. Yəni, hər santimetrə, burada bizim gördüyümüz hər bir santimetrə xəttkeşi qoysaq, xəritə üzərinə 1 santimetrə 1000 kilometr real həyatda məsafə var. Miqyası mahiyyəti budur ki, 1 santimetrə 1 santimetrə, yəni hansı 1 santimetrə? Bizim burada göstərdiyimiz bu 1 santimetr, qabaqda verilən 1 var, santimetrdir. Burada verilən 10.000 var, bu da santimetrdir. 1 santimetrə, xəritənin 1 santimetrə, hansı ki açdım xəritəni göstərdim. Orada 1 santimetrə real həyatda həmin ərazidə 10.000 santimetr məsafə verilir. Siz buradan bunu başa düşürsünüz ki, burada göstərilən rəqəmlər hər biri santimetrdir. Bu xəritənin santimetridir, bu real həyatdakı santimetrdir. Yəni, bu 1 santimetr xəritə üzərinə real həyatda 10.000 santimetr düşür. Daha sonra miqyasın növlərindən danışmaq istəyirəm. Miqyasın növləri, yəni miqyas kiçilməni ifadə edir. Həqiqətdəki ərazinin neçə dəfə kiçildiyini. Məsələn, verilsə 1-in nisbəti 200.000, oxunuşu belə oldu. Bu o deməkdir ki, real həyatdakı ərazi 200.000 dəfə kiçildilib bizə göstərilir təsvirdə. Bayaqki məsəl üçün burada gördüyümüz xəritədə daha böyük 1 milyon dəfə kiçildilib. Burada isə 200.000 dəfə kiçilməni ifadə edirik. Deməli, miqyasın bir neçə növü var, onlardan danışmaq istəyirəm. Ədədi miqyas. Ədədi miqyas sadəcə ədədlərdən ibarətdir. Ədədi miqyas adı üstündədir, ədədi. Yəni, bunun öz ədədi miqyası nümunə gətirə bilərik. Onu yazmayaq, fərqli bir miqyasda yaza bilərik. Olsun ki, 220.000 fərq eləməz. Bu bizim ədədi miqyasımızdır. Ədədlərdən ibarətdir. Bir nisbəti 220.000. Sonra var izahlı miqyas. İzahlı miqyas. İzahlı deyəndə adı üstündədir. Bu ədədidir, ədədlərdən ibarət. İzahlı, izah eləyəcəyik biz bunu. Bunu izah eləmək üçün belə bir qaydanı sizə demək istəyirəm. Belə bir qaydaya da saxlamalıyıq ki, əgər verilən miqyasımız bizim 100.000-dən böyük olarsa, 100.000-dən böyük olarsa, verilmiş miqyası 100.000-ə böyükdürsə, 100.000-ə bölürük. Yazıram bura 100.000-ə bölürük. Əgər miqyasımız 100.000-dən kiçik olarsa, 100.000-dən kiçikdirsə, biz bunu 100-ə böləcəyik. Bölməkdən məqsəd nədən ibarətdir, onu demək istəyirəm. Bölməkdən məqsəd biri var ki, belə bir rəqəmi biz görək, daha böyük rəqəmdir. Bir də var ki, biz onu 100.000-ə böləcəyik, yaxud da 100-ə böləcəyik. İndi müvafiq ədədlərə uyğun bölmə aparacağıq. Burada yazdığım ədədi miqyasımız 220.000-dir. Bildiyiniz kimi 100.000-dən böyükdür. 100.000-dən böyük olduğu üçün 100.000-ə bölürük. Biz bunu 100.000-ə böləndə aferin. Yerdə qalır neçə? 2,2 kilometr. Bir şey də əlavə edeyim ki, bura 100.000-ə böləndə aldığımız nəticənin qarşısına kilometr yazacağıq. İndi çox uzatmaq istəmirəm. Amma 100-ə böləndə aldığımız nəticənin qarşısına metr yazacağıq. Biri var, biz belə bir deyək ki, biri nisbəti miqyasımız 220.000-dir. Yəni 220.000 dəfə kiçilmə deməkdir. Real bir ərazi bu qədər kiçilib. 1 santimetrə biri var ki, deyərsiniz ki, 220.000 santimetr. Bir də var, deyirsiniz ki, 1 santimetrə 2,2 kilometr. Hansı daha uyğundur sizcə? Daha rahat. Təbii ki, 2,2 kilometr demək daha uyğundur. Nəinki 220.000 rəqəmini ifadə eləmək. Onun üçün bu qaydadan istifadə edəcəyik. Bu bizim qaydamızdır. Sanşa bunu kənara qoysam, olsun belə. Deməli, qaydamıza diqqət edirik, onun əsasını yazacağım. İzahlı miqyas oldu ki, bunu izah elədim. İzah eləyəndən sonra 1 santimetrə nə tapdım? Bərabərdir 2,2 kilometr. Yəni, verilmiş ədədi mən burada izah elədim.
İzahımızı belə eləməyimizdə belə eləməyimiz səbəbi bu verdiyimiz qaydadır. Mən orada qaydanı əsas tutaraq izah verdik buna və bu buna aid oldu. Sonra gəlir digər bir növü xətti miqyas. Afərin sizə bilirsiniz. Xətti miqyasımız xətti miqyas deyir qrafik təsvirdir. Yəni qrafik üzərində, xətt üzərində təsvir edə bilərik. Bax belə bir xətt çəkəcəyik biz burada. Düzdür, bunun çəkilməsi şərtidir. Biraz belə, biraz fərqli də çəkə bilərsiniz. Əsas odur ki, xətt üzərində, qrafik üzərində təsvir olduğunu başa düşəsiniz. Sıfırı qeyd edirik ilk öncə. 1 sm düşən məsafəni qrafikin önündə qeyd edəcəyik 2,2. Sonra 2,2 artırırıq. Bura olsun 2,2, 1 sm bu qədər düşür. Daha sonra eləyəcək 4,4, üstünə 2,2 gələndə eləyəcək 6,6. Burada elə yazım 6,6 kilometr. Bu oldu bizim xətti miqyasımız. Ədədi miqyas bir növdür, ədəddən ibarətdir. Mən bunu burada izah elədim. İzahı çevirdiyim üçün 100 minə bölmüşəm. Qaydamızı əsas tutaraq 1 sm düşən məsafənin izahını verdik. Daha sonra onun xətt üzərində, qrafik üzərində təsvirini verdik. Bu oldu miqyasın növləri. Bunlardan istifadə edirik. Belə. Daha sonra, məsəl üçün, bir dənə belə bir məqam deyək ki, bizə belə bir sual verilə bilər. Bu, yəqin ki, sizə aydın oldu. Belə bir sual verilir ki, narahat olmayın, silə bilərəm. Belə bir sual verilə bilər ki, bizə, məsələn, belə bir çalışma verilir. Birin nisbəti olsun 500 min. 500 min miqyaslı xəritədə deyir ki, xəritənin miqyası budur. İki şəhər arasında məsafə, məsələn, olsun ki, A şəhəri, B şəhəri, belə də işarə edə bilərik. Məsafəmiz xəritə üzərində 20 sm-də verilib. İki şəhər arasındakı məsafə, bayaq gördüyümüz xəritədə, bayaqki xəritəyə bir dənə qayıdaq. Düzdür, fiziki xəritədir, amma fiziki xəritə olsa da, onun üzərində də göstərə bilərik biz. Xəritəyə niyə qayıtmadıq? Xəritəni göstərə bilmədim. Heç nə olmaz. İndi ev yoxdur, bir dəqiqə. Qaydırıq bura, xəritə üzərində göstərə bilmədik. Deməli, iki şəhər arasındakı məsafəmiz 20 sm-dır. Olsun Ankara məsəl üçün, fərq eləmir. Bunu da Bakı qeyd edə bilərik. 20 sm-dır. Bu miqyasda xəritə üzərində, xəttkeşlə qoyduq xəritənin üzərinə. Xəttkeşin santimetrlərinə təbii ki, söhbət gedir. Santimetr aradakı məsafə bu qədərdir. Bizə deyir ki, real həyatdakı məsafəni tap görüm, onlar arasında real həyatda nə qədər məsafə var. Necə eləyərik biz bunu? Bəli, biz qaydanı, bayaqlar yazdığım qaydanı, bəli, afərin sənə. Verilən rəqəmimiz deyirsən ki, 100 mindən böyükdür, qayda dediniz və biz onun əsas, afərin, düzdür, sadə bir məqamdır, amma yenə də yazaq, bəlkə başa düşməyəniz var. 100 minə bölürük. Biz bunu qaydamız əsasında, bayaqki qayda əsasında, afərin sizə eləyir. Əla. 5 kilometr. Bizə məlum oldu ki, 1 santimetrə 5 kilometr. Əla. Çox gözəl. Əla. Bəli. Coğrafiya məsələləri 90% tənasüblədir. Yəni, bu balaca bir rəqəm deyil. 90% demək olar ki, bütövlüyünü əhatə edir. Haradasa tənasübə gətirməyə çalışmaq lazımdır ki, tənasüblə biz onun öhdəsindən asanlıqla gələ bilirik. 1 santimetrə bu qədərdirsə, 20 santimetrə nə qədərdir? Afərin, x kilometrdir. X-imiz də çarpaz şəkildə vurmaq doğru deyirsiniz. 20-ni vuruq 5-ə, bölürük, kənarda gözləyən 1-ə. Düzdür, mən burada biraz riyazi qaydalara istəyirəm ki, əslində əməl edeyim. Bunu belə yazmağımız biraz doğru olmur. Bərabərlik deməli x oldu burada. X bərabərdir. Bərabərlik kəsir xəttini deyir, tən ortasına düşməlidir. Bu qaydaları gözləmək yaxşı olar. Deməli, bu bizim x-imizdir. Afərin, çox gözəl. 100 kilometr. Bizə məlum oldu ki, məsəl üçün, yəni bura çəkdiyim bir nümunədir, izah üçün vermişəm. Ankara ilə Bakı arasındakı məsafə təbii ki, 100 kilometr deyil. Sadəcə bir nümunə gətirdik ki, həmin məsələnin məğzini başa düşəsiniz ki, A ilə B arasındakı məsafə bizə məlum oldu ki,
xəritədə bu miqyasda 20 santimetrə uyğun gəlirsə, miqyasa əsasən real məsafə 100 kilometrdir. Bunu başa düşmüş olduq. Məncə aydın oldu sizlərə. Sualınız varsa buyura bilərsiniz. Daha sonra deyək ki, bu miqyasın növləri var. Böyükdür, ortada, kiçikdir. Məsəl üçün, biri nisbəti əgər olarsa, yox, bir dənə başqa çalışmada yazmaq istəyirəm. Metrə də aid bir dənəsini yazım. Onun üzərində bir dənə izah verək sizə. Məsələn, bizə desə ki, biri nisbəti 25.000 miqyaslı xəritədə iki şəhər arasındakı, yaxud da iki kənd arasında, iki yaşayış məntəqəsi arasında məsafə olsun biri x-dir, biri y-dir. Aralarındakı məsafə bizə deyir, olsun ki, 10 santimetrdir. Bizə deyir, real məsafəni tap bizim üçün. Nə edərik sizcə? Əla, çox gözəl yanaşdın. 25.000-i bayaqki qaydamıza əsasən 100-ə böləcəyik. 100-ə böləndə yenə ixtisarımızı aparırıq. Yerdə qalır 250. 250 nə? Əla, çox gözəl. 250 metr. Yenə nə edəcəyik? Tənassübümüzü quracağıq. Əla. Möhtəşəm. 10 santimetrdir. X-dir. X-imiz də. Aferin. Əla, çox gözəl. Ya, sıfırlar o ixtisar getmir. Məxrəcdə olsaydı əgər, sən dediyin kimi ixtisar aparardı. Aha, 2500 metr. Mən belə başa düşdüm ki, bu sizə aydın oldu. Düzdür? Əla, çox gözəl. Sonra deyir ki, bizə miqyasın növləri var. Deməli, biri nisbəti 200.000-dən kiçik olanlar, rəqəmcə kiçik olanlar, miqyasda bir məqam da deyək ki, daha böyükdülər. Kiçikdirsə daha böyükdür. Yəni ümumiyyətlə 100.000-dən daxil olmaqla, 100.000 özü də daxil olmaqla, 100.000-dən böyük olanların hamısını 100.000-ə bölürük. Bir mənalı. 100.000-ə bölməyimizdən məqsəd 100.000 özünün 1 kilometr ifadə eləməsidir. 100.000 1 kilometr ifadə edir deyənə, mən onu 100.000-ə bölürəm, görüm içində neçə kilometr var, onu tutmaq istəyirəm. Amma kiçik olanda 100-ə bölürük, çünki onun içərisində kilometr yoxdur, metr var. İndi bunun növləri var, deyir, bu kiçik miqyasa aid olur. 200.000-dən kiçik olanlar, 200.000-dən kiçikdirsə əgər, bunlar olacaq orta miqyas, üzr istəyirəm, böyük miqyas. Biri nisbəti 200.000-dən, biri nisbəti 1 milyona qədər. Bu aralıqda yerləşən ədədlər miqyasın orta növünə aid olacaq, orta miqyas hesab edəcəyik. Aha, necə oldu? Aferin, 1 milyonu. Əla, çox gözəl. Möhtəşəm. Böyük olanlar olacaqlar miqyasın kiçik növünə aiddir. Burada anlayacaq. Əgər məsəl üçün buna nümunə göstərə bilərik, deyə bilərsiniz mənə, buna bir dənə nümunə göstərək. Nümunə təbii ki, bildiyiniz kimi olsun 150.000 göstərə bilərik. Biri nisbəti 150.000. Buna nümunə kimi neçə deyirsiniz? 300.000. Əla. Doğrudur. Buna nümunə 1 milyon 500. Əla. Aferin. 1.500.000. Bunu da başa düşdük. Yəni bu dediyimiz kimi kiçik, mən bura kiçik yazmışam. Yox, bunu kiçik bəğlar sözdə dediyim dildə, amma burada dəyişməmişəm. Olacaq bu böyük miqyas. Yox, kiçik yazmışam, amma böyük ifadə eləmək istəmişəm. Darıxmayın bir dəqiqə. Bunu silək. Aha, bəli, başa. Böyük, kiçik olarsa böyük, bəli. Kiçik olarsa böyük. Bu böyükdür, buraya yazaq kiçik. Aha. Böyükdür, ortada kiçikdir. Məncə bu da sizə aydın oldu. Sualınız varsa buyurun. Daha sonra miqyasla bağlı bunu dedik. Sonra havanın temperaturunun dəyişməsi ilə bağlı bir iki dənə nümunə göstərmək istəyirəm sizə. Havanın temperaturunun dəyişməsi ilə bağlı. Biz bilirik ki, yüksəkliyə qalxdıqca temperatur dəyişir. Hər 1000 metrdə 6 dərəcə, 100 metrdə 0.6 dərəcə. Yəni yer səthində temperatur məsəl üçün 10 dərəcədirsə, bu uca dağların başında temperaturun 10 dərəcə olması mənasına gəlmir. Çünki biz görürük ki, rayon yerlərində gedəniniz var, yaşayanınız var, ya müşahidə edəniniz var ki,
dağların başı qarlı olur. Qarlı olmasının halbuki aşağıda istidir. 30 dərəcə istilikdir, istəmişik. Amma dağların başında görürsən ki, qar var. Bu necə oldu? Səbəbi odur ki, yüksəkliyə doğru hər belə deyək, müəyyən bir pillədə temperatur dəyişir. Həmin pillələrimizə aiddir 100 metr hündürə qalxanda, 100 metr bu qalxmanı ifadə eləmək istəyirəm. Temperatur düşəcək 0,6 dərəcə. Bu düşməni ifadə elədik. Və bunu 10 dəfə artırıram. Afərin sənə. 1000 metrdə qalxanda 6 dərəcə düşəcək. Temperatur düşəcək. 100 metrə 0,6, 1000 metrə isə 6 dərəcə. Bu bizim... biz burada bunu istifadə edək. Yığıl, nəsə düz eləmədik deyəsə. Düzdür, amma... bu bizim qaydamızdır, qalsın burada. İndi belə bir bizə bu qayda əsasını bir dənə çalışma yazmaq istəyirik. Görək temperaturu təyin edə bilir, yoxsa yox. Belə bir relyefimiz var. Dağı təsvir eləmişik biz burada. Bizə deyir ki, dağın ətəyində, okean səviyyəsində, yəni okean səviyyəsi deyiriksə 0 metri nəzərdə tuturuq. Temperatur olsun ki, 24 dərəcədir. Zirvəmizin hündürlüyü olsun 3500 metrdir. Bizə sual verir ki, zirvədə temperaturu təyin edin. Əla, çox gözəl. Tənasübdən istifadə edəcək. Çalışırıq ki, tənasübə gətirir. Tənasübə gətirdiysə 50%-ni həll elədin. Öhdəsindən gəlmirsən deməli. Bir də o məqamda deyim ki, əgər hündürlük məsəl üçün metrlə versə əgər, indi onu izah edərik, metrlə deyirəm, 100 metrlik olsa əgər, 100 metrlərlə olsa, məsəl üçün ola bilər ki, burada bizə sual verə bilər ki, 800 metr hündürlükdə temperaturu tap, qoy belə yazaq, bir də 3500-də. 2 dənə hündürlük verilir, bir yamacda temperaturu istəyir və zirvədə istəyir. Gəlin birinci yamacı tapaq. Yamacı bizdən istəyirsə, yaxşı olar ki, birincidən istifadə edək. Çünki 100 metrlə ifadə eləmişik. İçərisində 1000 olmadığı üçün biz 100 metrdən istifadə edəcəyik. Qaydanı tətbiq edirəm. 100 metr qalxanda, düzdür, indi ora qalxmaq işarəsi yazmağıma ehtiyac yoxdur. Sadəcə bunu qayda kimi götürmüşük deyənə. 0,6 dərəcə. Bu olsun bir A məntəqəsi qeyd edək. Bura biraz da daha aydın görə bilərsiniz. Bura olsun B məntəqəsi. A məntəqəsi bizdən istəyirsə, onu qeyd edirəm burada. Deməli, 800 metr tapacağıq. 800 metrimizdə. Afərin, x-dir. X-imiz bərabərdir. Bölünsün neçəyə? 100-ə. Bunları qəşəng ixtisar elədik. 4,8 dərəcə. Bizə məlum oldu ki, burada əgər 0 metrdə temperatur 24 dərəcədirsə, 800 metr qalxanda 4,8 dərəcə dəyişim olacaq. Və biz bayaqlar dedik ki, yuxarı qalxanda temperatur düşür. Düşürsə əgər, ətəkdə verilən temperaturdan mən 4,8-i çıxacam, eləcə 19,2 dərəcə. Mötərizədə yazıram A məntəqəsi. Bu A. B-ni tapmaq istəsə əgər, B-ni tapmaq üçün nə edərik? B-ni tapmaq üçün hündürlük daha çoxdur, 3500-dür. Biz bundan istifadə edək. 1000 metrdən istifadə eləməmiz daha uyğundur. Düzdür? 1000-də 6-dırsa 3000. Bölünsün 1000-ə. Bəli, bölünsün 1000-ə. Biraz bunu 1000-ə oxşamadı. 1000-ə oxşadıq. 1000-ə. Bunlar ixtisar getdi. Oraya eləyəcək 21. Kimdə 21-i? Əla. 21 dərəcə. İndi tapdığımız 21 dərəcə B nöqtəsinin temperaturu deyil. Tapdığımız 21 dərəcə bu dağın ətəyi ilə zirvə arasında temperaturun fərqidir. Bəli. Afərin, çox gözəl. 24-dən də 21-i çıxacaq, eləyəcək 3 dərəcə. Afərin, çox gözəl. B məntəqəsi də belə tapacaq. Bu da bir temperatura aid məsələ həllimiz oldu. Mən düşünürəm ki, yəni bunda da bir çətinlik olmadı, sadə bir məqamdır. Düzdür, biraz riyazi biliklər bizə lazımdır. Məsəl üçün, ixtisar eləməyi bacarmaq lazımdır.
Kəsr ədədi vurmağı bacarmaq lazımdır. Təbii ki, bunun da öhdəsindən gələ bilirsiniz. Təzyiqə aid də məsələ həlləri eləmək olur. Məsələ həlləri təzyiqə aid də var. Təzyiqə aid məsələ həllində başqa bir qaydamız var ki, hər 10 metr yuxarı qalxanda qalxmağı ifadə edir. Təzyiqimiz 1 mm aşağı düşür. Təzyiq ümumiyyətlə nə deməkdir? Havanın cisimlərə göstərdiyi türklər demiş, basınc. Məsəl üçün, belə deyək də, mən əlimi nəyinsə üzərinə qoyuramsa, bu mənim əlimin təzyiqini, təsirini hiss edir. Eyni qaydada hava da deyir cisimlərə, yəni hər bir cisimə, canlılara, cisimlərə fərq eləməz, təsir göstərir, təzyiq göstərir, müəyyən çəkiyə malikdir demək istəyir. Və o söhbət həmin təzyiqdən gedir. Hər 10 metr qalxdıqca təzyiqimiz 1 mm aşağı düşəcək. Məsələn, belə bir sual olsa əgər qarşınızda ki, belə bir yenə rele forması versə, desə ki, dağın ətəyində normal atmosfer təzyiqi deyilən bir şey var. Normal atmosfer təzyiqi dəniz səviyyəsində, okean səviyyəsində müşahidə olunur. 0 metrdə təzyiq 760 mm-ə bərabərdir. Yuxarı qalxdıqca təzyiqimiz aşağı düşür. Qaydamız odur. Temperatura aid qaydanı yazmışdı. Bu da təzyiqə aid qaydamızdır. 10 metrə bir dəyişim baş verir. Bura 0 metrdir, qeyd eləmişəm. 0 üçün 760-ın olması qaydadır, yadda saxlayırıq. Və burada versə ki, dağın zirvəsi 4200 metr hündürlükdədir. Zirvədə təzyiqi tapın deyir bizə. Zirvədə təzyiqi taparıq desə, necə edərik sizcə? Bilirsiniz ki, hər 10 metrdə 1 milli dəyişir. Yenə tənasibi. Afərin, çox gözəl. Əla, möhtəşəm. 10 metrdə 1 mm dəyişim baş verir. Müəllim, bunu qaydada dediniz, mən elə yadda saxladım. Hündürlüyə diqqət edirik. Burası 0 metr qeyd eləmişik. 4200 orada. Aradakı fərq tapırıq. Bəli, yəni belə yazırıq ki, yazılması budur ki, ola bilsin ki, 0 metr olmaz, başqa bir rəqəm yazmış olarıqsa, 4200-dən biz çıxırıq 0-ı, bərabər 4200, yəni hündürlük fərqini tapdıq ilk öncə. Gətirib burada yerinə yazırıq, metrin altında metr, 4000. X millimetrimiz, x-imiz də bərabərdir, dediyiniz kimi. 420 millimetr. Afərin. Tapdıq ki, bu cavabımız deyil. Bu tapdığımız rəqəm ətəklə zirvə arasında təzyiq fərqidir. Bax, məsafə budur, məsafə budur. Həmin məsafə fərqimiz təzyiq fərqi olaraq 420-yə bərabər olur. Sonuncu işimiz ondan ibarətdir ki, 760-dan çıxırıq 420. Nə qədər eləyər? 240 millimetr civə sütunu. 340 olsun. 340 mm civə sütunu. Məncə bu da sizə aydın oldu. Sonra bu gördüyünüz yer kürəsində məsəl üçün sizə bir maraqlı sual vermək istəyirəm ki, bizdə məsəl üçün yay fəsli olanda biz Azərbaycan yerləşir, hara qoysam yaxşıdır, qlobuslarınızı görə biləsiniz. Azərbaycan yerləşir bu gördüyümüz hissədə, Azərbaycan burada yerləşir. Düzdür, istəyərdim ki, belə yaxında durub görəsiniz, amma belə deyib yoxdur. Azərbaycan burada yerləşir, bu gördüyünüz hissədə. Bizdə yay fəsli olanda cənubda qış fəsli olur. Maraqlıdır. Bizdə yay olanda niyə onlarda qış olur? Baxırıq ki, mən özüm dəfələrcə rast gəlmişəm ki, verir ki, xəbərlərdə ən azından müşahidə edirik ki, Azərbaycanda qar yağan ərəfədə xəbərlərdə biz izləyirik ki, Avstraliyada istidən meşə yanğınları baş verir. Sizcə bunun səbəbi niyə elədir? Niyə orada meşə yanğınları olur? Arada olan məsafə və saat fərqi yox, o tam da doğru olmur. Aradakı məsafə ilə saat fərqi o əsas vermir. Bizə əsas verən məsələ günəşin düşmə bucağının dəyişməsidir. Məsəl üçün, biz bilirik ki, yer kürəsi, ekvator xəttimiz 0 dərəcə, yerin tənböləni deyirik biz buna. Azərbaycan yerləşir haradasa 40 dərəcə şimal enliyində, 40 dərəcə şimal enliyində, şimal qütbü 90 dərəcəmiz, cənub qütbümüz 90 dərəcədir. Bax, belə bir qırıq-qırıq xətlərdən istifadə edəcəm. Qırıq-qırıq xətlər tropik xətlərini ifadə edir. Tropikləri 23,5 dərəcə,
23.5 dərəcə, 90 dərəcə. Məsələn, biz burada yerləşirik, Bakı şəhəri buradadır. Məsəl üçün deyirik, təsvir edirik biz burada. Bizdə yay fəslidir, amma Avstraliya yerləşir. Bu hissədə biraz Avstraliyanı mən daha dəqiq istəyirəm göstərim. Avstraliya tropik xətti ilə kəsişir deyənə, biz Avstraliyanı burada göstərsək daha doğru olar. Bura. Bura olsun Avstraliya. Avstraliyada isti olmasının səbəbi nədir? Bunun səbəbi günəşin hərəkət eləməyidir. Düzdür, biz günəşin hərəkət eləməyi deyə bir şey əslində qəbul eləmirik. Sadəcə sizə izah üçün biz günəşin hərəkətindən danışırıq ki, günəş hərəkət edir. Amma bunu izah üçün deyirik, hərəkət edir. Əslində hərəkət eləmir. Sadəcə aferin, sən əslində yer kürəsi hərəkət edir. Yerin hərəkəti nəticəsi. Bəli. Yerin hərəkəti nəticəsi olaraq müəyyən dövr ərzində şimal hissə yer kürəsi, bu gördüyümüz qlobusun yer kürəsidir. Məsəl üçün günəşimiz də elə hesab edək, şimal hissəsi günəş tərəf meyillidir, müəyyən dövr ərzində cənub hissə günəş tərəf meyillidir. Hərəkət eləmir. Necə ki kamera oradadır, o hərəkət eləmədiyi kimi bizdə günəş də elə hərəkət eləmir. Yer kürəsi hərəkət edir. Yer kürəsi həm öz ox ətrafında fırlanır, həm də fırlana günəşin ətrafında fırlanır. Bu hərəkət nəticəsində müəyyən dövr, məsələn, biz Azərbaycan, Bakı şəhəri şimal yarımkürəsində yerləşir. Şimal yarımkürəsində Azərbaycan burada yerləşir. Müəyyən dövr ərzində şimal günəşə meyllənir. Şimal günəşə meyllənən zaman bizim üçün yay fəslidir, havalar isinir. Biz istini hiss edirik, daha çox hiss edirik. Günəşin düşmə bucağı bura daha çox düşür. Müəyyən dövr ərzində isə hərəkətin nəticəsi olaraq cənub günəş tərəf meyllənir. Cənubda biz Avstraliya dedik. Günəşə tərəf meylləndirəndə düşmə bucağı daha çox olur, bura düşmə bucağı daha kiçik olur. Bu nəticəsi olaraq bizdə soyuqlar müşahidə olunur. Bu belə. Yenə deyirəm, günəş hərəkət eləmir. Amma müəyyən mənbələrdən verilən məlumata əsasən günəş də hərəkət edir. Sadəcə biz onu hərəkət edirmiş kimi qəbul eləmirik. Günəşin hərəkəti deməli, məsələn 21 mart tarixində bizdə yaz fəslidir. 21 mart tarixində yaz fəslidir. Yaz fəslinin olmasının səbəbi, yazın gəlməsinin bizim üçün səbəbi ağaclar çiçəklədir, yaşıllıq. Səbəb nədir? Niyə ağaclar çiçəkləyir? Səbəb odur ki, biz burada yerləşirik. Günəş bizə yaxınlaşır. Yenə deyirəm, günəş bizə gəlmir, durub gəlmir bizim yanımıza. Sadəcə sənin dediyin kimi. Bəli, çox gözəldir. Sənin dediyin kimi, yerin hərəkəti nəticəsi olaraq yerin şimal hissəsi günəşə meyllənir. Amma biz izah daha rahat olması üçün, daha anlayışlı olması üçün günəşi biz hərəkət elətdiririk ki, sən onu daha yaxşı qavrayasan. Başa düşməyiniz hər tərəfdən çox gözəldir. Yaxşı bazaya maliksiniz. Deməli, 21 martda bizə yaz gəlir, səbəb günəşin bizə doğru bu qaydada irəlilənməsidir, yaxınlaşır. 21 martda Novruzun qeyd olunmasına səbəb elə günəşin ekvator üzərində olması, öz yarımkürəsinin dəyişməsi. Cənubdaydı 21 marta qədər, gələcəm həmin hissəyə. 21 martdan etibarən şimala irəliləyir. 22 gün tarixində yay fəsli gəlir. Buraya yazaq 21 mart bizim üçün. Bura olsun 22 iyundur. 22 gündə çatdı buradan bura. Diqqət eləsək, aradakı zaman fərqi 3 ay müddətidir. Bəli, biz ona gecə-gündüz bərabərliyi də deyirik, çox gözəl. 22 gündə bura çatır və biz deyirik yay fəsli gəldi. Yay fəsli ona görə gəldi deyirik ki, günəş bizə daha yaxında olur. Çox gözəl. Günəş daha yaxındadır deyənə biz istini daha çox hiss edirik. 22 iyundan etibarən 22 iyun tarixində yəqin ki məlumatdasınız ki, ən uzun gündüz olur. Bizim üçün şimal yarımkürəsində ən uzun, yəni şimal yarımkürəsində deyəndə, bəli, bizi Azərbaycanı nəzərdə tuturuq. Ən uzun gündüzü müşahidə olunur, ən qısa gecə olur. Gündüzün uzun olması səbəbi günəşin bizə daha yaxın olmasıdır. 22 iyundan etibarən gündüzlər neyinir? Qısalmağa başlayır. Biz elə bilirik. Gecələr uzanır. Düzdür, bu belə qlobal şəkildə hiss olunmur ki, dünənləri məsələn gündüz 18 saat idi, 16 saat idi. Bugün gündüz oldu 2 saat. Elə də deyil. Dəqiqələr fərq edir. Hər gün. Və doğru deyirsən. Sadəcə o da bu faktlar da 2 dəqiqə, 3 dəqiqə gündə fərq edir. 5 dəqiqə. Xırda fərqlər edir deyənə deyəcəksiniz ki, müəllim, 22 iyunda nə oldu ki, mən gördüm ki, gündüzün uzunluğu məsəl üçün deyir 16 saatdır.
Bəli, tədricən hiss olunur o. Gündüzün uzunluğu 22 16 saatdır. Bəs 23 iyunda, 24 iyunda da yenə baxıram, elə 16 saatdır. O elə olmadı. Dəqiqələr fərq edir. Yəni biz diqqət etsək günəşin batma saatlarına, dəqiqələr fərq edir. Sonradan gəlir bura, ekvator üzərinə 23 sentyabrda çatır. 3 aya buranı irəlilədi, 3 aya buranı düşdü. 23 sentyabrda payızın gəlməsinin səbəbi günəşin yarımkürənin dəyişməsidir. Bəli, bizdən daha çox uzaqlaşır. Biz şimalda yarımkürəni dəyişir. Yarımkürəni dəyişdiyi üçün payız fəsli kimi qeyd edirik həmin tarixi. Daha sonra irəliləyir ki, cənub tropikına doğru. Əla, çox gözəl. Afərin sənə. Deməli, bu vaxtdan etibarən cənub üçün yaz fəsli başlayır cənub üçün. Yaz. Şimal üçün payızdır 23 sentyabrdan etibarən. Çünki bizdən gedir, bizdə hava soyuyur, bizim payızımız gəlir. Onlara yaxınlaşır, onların yazı gəlir. Hal-hazırda bizə yazı gəlir. Günəş burada da hal-hazırda, buralardadır. Bizə yazı gətirir. Buradan uzaqlaşır, onlara payızı gətirib və qışı gətirib. Doğru deyirsən. 22 dekabrda bura çatdı. 22 dekabrı biz qış fəsli kimi qeyd edirik. Səbəb günəşin bizdən maksimum dərəcədə uzaqlaşmasıdır. Əla. Dekabrdan etibarən 22 dekabrda bir də onu qeyd edək ki, ən uzun gecə müşahidə olur bizim üçün. Ən uzun gecə. Burada olanda ən uzun gündüz idi. Burada olanda ən uzun gecə. Səbəb daha uzaqda olmasıdır. Daha uzaqda daha az günəş şüasının düşməsi daha kiçik. Afərin. 22 dekabrdan etibarən başlayır gündüzlər yavaş-yavaş uzanmağa. Çünki günəş bizə doğru yaxınlaşır. Bu da günün deməli, yerin öz ox ətrafında hərəkəti, günəş ətrafında hərəkətinin nəticəsidir. Öz ox ətrafında hərəkətin nəticəsi, bax bunu nümunə gətirirəm. Öz ox ətrafında hərəkət. Bu qaydada günəşimizdir. Yer öz ox ətrafında hərəkət edir. Burada gündüzdür. Yəni o işıq, günəşin işığı bu tərəfə düşmür zaten. Deyəcəksiniz müəllim, burada işıqdır, baxın necə yəni düşmür. Bura düşən işıq havanın işığıdır, günəşin işığıdır hal-hazırda. Biz elə təsəvvür edirik ki, qaranlıq bir otaqdır. Qaranlıq bir otaq təsəvvür eləsək, oradan biz işıq salırıq qlobusun üzərinə. Fənərlə bir işıq salmışıq. Bura işıqlı görəcəksiniz, amma bura işıqlı olmayacaq. Bura qaranlıqdır. Afərin. Eyni proses yer kürəsi üçün də, yəni izah elədiyimiz kimi, fənərlə qlobus üzərində izah elədiyimiz kimi, günəşlə yer kürəsi də eyni qaydada müqayisə edə bilər. Bura işıqlı olanda bu tərəf olur gecə, qaranlıq. Və bu qaydada yer kürəsi qərbdən şərqə doğru hərəkət edir. Hərəkət elədikcə müəyyən bir, məsələn, saat ərzində 15 dərəcə hərəkət edir. Ona da gələcək. 1 saat 15 dərəcə hərəkət edir bu qaydada. Hərəkət elədikcə biz buradan günəşin altından biz gəlirik bura, qaranlığa. Qaranlıqda olan ölkələr çıxır günəşə. Məsəl üçün biz danışırıq ki, məsəl üçün yoldaşlar var ki, deyir mən yaxud Almaniyada, Amerikada gecədir hələ deyir. Səbəbi o dediyimiz kimi bizim burada olmağımız onun əks tərəfdə olmasıdır. 3 saatdan 5 saatdan sonra onlarda gündüz olanda bəli biz keçdik əks tərəfə bu belə. Gecə-gündüz bundan əmələ gəldi. Amma fəsillərin yaranması isə bu hərəkətin nəticəsində. Buradan bura oldu yaz fəsli, buradan bura yay fəsli, payız və qış fəsli. Fəsillər də belə yaranır. Bəli. Sualınız varsa buyura bilərsiniz. Yəni siz çox